Diqqətlə baxın, paltaryanla bağlı bir dənə sizə maarifləndirici video çəkirəm. Hər kəsin həmişə mənə sualı var. Biz paltaryan yuya söndürüb evdən getmək istəyirik, amma yarım saat vaxtı var. Necə eləyək ki, dayandıra bilək? Sadə bir şeydir, baxın. Paltaryanı normal şəkildə, qanun çərçivəsində dayandırmaq istəyirsinizsə, neyinirsiniz? Paltaryanı birinci söndürürsünüz, LG markalardan söhbət gedir. Sonra yandırırsınız. Adicimi basırsınız bir dəfə, olur 12 dəqiqəlik çıxma. Bir dəfə basın 1 dəqiqə gəlir, sonra start basırsan. Bu o deməkdir ki, 1 dəqiqə ərzində suyu boşalacaq, qapını açacaq, paltarları götür, qırağa qoy, çıx, get. Heç olmasa maarifləndirici video üçün bir dənə sual yorumda yazarsınız. Təmirlə bağlı nəyə ehtiyac olsa, paltaryanla bağlı buyurun müraciət edin, gəlib düzəldib verəyim. Bu paltaryanlardan kimdə varsa 3 dənə şeyə diqqət edəsinlər. Bax. Birinci, paraşok qabın altından sızır ayağın altına, onu düzəltdirsinlər. Yoxsa bu çürüyəcək, sonra bunun korpusu tapılmır. İkinci, səs edir, çox səsli işləyirsə bunu vaxtında düzəltdirsinlər, sonra səsi dayandırmaq olmayacaq. Düzəlsə belə dayanmır, çünki korpus oynamış olur yerində. Üçüncü, odur ki, bunu çox doldurmayın, barabanını dağıtmayın. 8 kilo yarımlıq yazılıbsa, bu 8 deyil, 6 kiloluqdur, biləsiniz. Satış üçün belə yazılıb, yəni. Oradan risk yorumlardan biri deyəcək ki, sən zavoddan yaxşı bilirsən falan filan. Bu eni nədir, yox eninə zolaqlı bitkidir, nə bilim nədir, qarnı çıxır, ona görədir, cırtdı, bırtdı, dırtdı. Amma qaqanız bunun içini gözü ilə görüb də, yəni bildiniz nə demək istəyirəm. Ona görə deyirəm ki, yorumlarda kimsə mənəsə yazanda bilsin ki, siz evdə oturub bu videonu izləyəndə, mənə rəy bildirəndə və öz etirazınızı bildirəndə və ya mənə ağıl öyrədəndə, mən bunun 15 ildir hər gün sökürəm, yığıram, sökürəm, yığıram, sökürəm, yığıram. Bildiniz nə demək istədim? Özünüzə yaxşı baxın.